Salam əziz tələbələr, Quranla tanışlıq, Ulumu Quran, Quran elmləri. Bu dərsdə 3 dəfə yazılma prosesi belədir. Biri Peyğəmbərin dövründə yazılırdı. Biri Əbu Bəkirin dövründə yazı baş verdi. Biri də Osmanın dövründə baş verdi. Həzrət Əlinin yazdığı o 3 dənə şeyə aid deyil. Həzrət Əlinin yazdığı elə Peyğəmbər dövründəki yox, Peyğəmbər dövründən sonra olandır. Yəni, cəmiyyətə 3 dənəsi bir mənada təqdim edildi. Yaxşı, cəmiyyətə 3 dənəsi təqdim edildi. Biri Peyğəmbərin dönəmində, biri Əbu Bəkirin dönəmində, biri də Osmanlı dönəmində. Lap dəqiq istəsəz, belə demək olar ki, heç Peyğəmbərin dönəmindəki də belə deyək, təqdim edilmədi. Əlbəttə, burada ixtilaflı məsələlər var. Bundan birazdan danışacaq. İndi bilməm, bugün ora çatacaq. Çox güman bugün çatmayacaq o mövzuya. Burada danışacaq ki, bəziləri dedilər ki, Peyğəmbərin dönəmində əldə müshəf yox idi. Müshəf həmin o yazılıdır da. Amma bəziləri də deyirlər ki, axı hədislər var ki, Quranı üzündən oxuyun, Quranı üzündən oxumağın bu savabı var, Quran belə filan və yaxud da Peyğəmbər kitab sözünü dəfələrlə hədislərdə gətirib. Ona görə burada ixtilaf var ki, o kitabət halı, yəni yazılı forma, müshəf halı Peyğəmbər dönəmində də var idi ya yox idi. Amma yazıldığı məlumdur. Yazıldığı barəsində biz danışdıq. Vəhy katibləri var idi, xüsusən Həzrət Əli yazırdı. Peyğəmbərin dövründə bir dəfə yazıldı. Sonra deyəcək ki, bu ilə Həzrət Əlidə idi. Peyğəmbərin indi vəsiyyətini oxuyacağım sizin üçün. Diqqətlə qulaq asın, biraz çaşdırıcı nüanslar çoxdur. Peyğəmbər dönəmində yazılırdı və o sonra Həzrət Əliyə irs kimi qaldı və Həzrət Əli də onu artıq bütöv bir kitab halına saldı. Yenə deyirəm, belə kitab yox. Belə kitab yox. Yazılı vərəqlər halında saldı və indi deyəcəyik hədisi ki, getdi birinci xəlifənin hüzuruna. Bu heç. Bu cəmiyyətə təqdim olunmadı deyə Həzrət Əlinin elədiyini biz 3 dəfə yazılıb kimi gündəmə gətirmir. Bir dəfə Peyğəmbərin dönəmində yazıldı. O cəmiyyətə təqdim olundu, olunmadı, bundan danışacaqsınız. Hələ belə nəzərinizdə olsun ki, təqdim olunmadı. Çünki o mükəmməl şəkildə təqdim olunsaydı, Əbu Bəkirin dövründə və Osmanın dövründə yazılmazdı ki. Belə məlum olur ki, tamlığı ilə olmurdu. Bəziləri yazırdılar, bəziləri özləri üçün eləyirdilər. Burada da bəzi sözlər var, deyəcəyik gələcəkdə. Amma Əbu Bəkirin dövründə bir dənə yazılma prosesi baş verdi. Bundan geniş danışacaq. Sonra da deyəcək ki, Osmanlı dövründə baş verdi. Bu prosesdən də geniş danışacaq. Hələ bunların heç birindən danışmamışıq ha biz. Biz hələ Peyğəmbər dönəmindəki məsələlərdən danışırıq və ümumiyyətlə dəyişiklik olub, olmayıb, toqifi nədir, istihadı nədir? Bu kimi məsələlərdən danışırıq. Onların hamısına bir-bir detallı toxunacaq. Yəni, mən bu mövzunu sürətli keçmək istəmirəm. Çünki bu çox ciddi mövzudur. Ona görə də xahiş eləyirəm bir müəllim kimi. Əlbəttə öz işinizdir, amma boynunuzda bir məsuliyyət olsun deyə deyirəm də bunu. Yaxşı təhvil almamış başqa yerdə danışmayın hələ ki. Çünki qarışdırarsınız. Qarşı tərəfə elə səhv məlumatlar verəsiniz. Şiə əqidəsini səhv təqdim eləmiş olarsınız. Yaxşı, çünki məsələlər birazca qarışıqdır. İndi mən yenə də bir mövzuya gəlirəm. Deməli, diqqət eləyək. Mövzunun biri budur ki, surələr nüzul ardıcıllığı iləndir, yoxsa yox? Nə deməkdir müəllim bu? Biraz termin istifadə elədim. Yaxşı. Yəni, Peyğəmbər dönəmində olan ardıcıllıqdır. İndi əlimizdə olan kitabdakı surələrin ardıcıllığı. Bütün məzhəblər, bütün müsəlmanlar deyir ki, xeyr. Peyğəmbər dönəmində surələr bu ardıcıllıqla nazil olmaq. Çünki indi Bəqərə surəsidir, Ali İmrandır, ondan sonra digər surələr gəlir. Halbuki Peyğəmbər dönəmində burada mədəni surələrdən başlayır. Halbuki Peyğəmbər dönəmində Məkkə surələri idi, sonra mədəni surələr. Bunu hamımız bilirik. Bəs ayələr necə? Hər bir surənin, bildik ki, surələrin özləri əlimizdə olan kitabda yer dəyişmə olunub surələrdə. Yaxşı. Bəs ayələrdə necə? Ayələrdə də yer dəyişmə olub, yoxsa yox? Dedi ki, bu barədə 2 dənə söz var. Biri budur Peyğəmbər dönəmində, biri budur ki, Peyğəmbərdən sonra. Peyğəmbər dönəmində mövzu belədir ki, bəli,
bəzi ayələr nazil olanda bitmiş surələrdə, hətta bitməmiş surələrdə tövqifi olaraq, tövqifi yəni Allahın istəyinə, Peyğəmbərin özü şəxsən bizzat bunu aparırdı, müəyyən yerlərdə yerləşdirirdi. Onun barəsində də misallar dedik. Məsələn, Bəqərə surəsinin 280-ci ayəsi və s. Diqqət edirsiniz, bu olub. İndi mövzu budur ki, bəs Peyğəmbərdən sonra necə? Peyğəmbərdən sonra belə ayələrin yer dəyişməsi olubmu? Bax, indi mövzumuz budur, buna gələcək. Burada bir dənə də haşiyə çıxım. Deyim ki, bəs bu təhrif deyil. Əlbəttə, biz kitabımızın bir neçə dərsdən sonra, yəni kitabımızın ortalarını keçəndən sonra, bilmirəm də neçə dərsdən sonra çatacaq ora, təhrif barəsində də danışacaq. Ümumiyyətlə, Quranda təhrif olub, olmayıb, nə deməkdir bu? Etiqad budur ki, Quranda təhrif yoxdur. Çünki Allah mütəala deyir ki, mən bu kitabı qoruyacam. Bəs təhrif deyil bu ayələrin dəyişilməsi? Xeyr, təhrif deyil. Təhrif budur ki, nəsə azalsın. İstər bir kəlmə azalsın, istər bir ayə azalsın, istər bir cümlə azalsın, istər bir surə azalsın. Və yaxud da artırılsın. Bir kəlmə, bir surə, bir ayə, bir cümlə. Bunlar heç vaxt baş verməyib. Yəni, Quran ilə Allah nə deyibsə odur. Ayələrin yer dəyişilməsi isə olub. Peyğəmbər dönəmində də olub, Peyğəmbər vaxtı tövqifi olub. Allahın istəyini olub. Amma Peyğəmbərdən sonra da olub. Və bu ictihadı deyəcəyik buna, yəni özlərinin bildiyi kimi eləyiblər. Amma indi gəldik bura. Bu barədə bəs belə deyək, alimlərin fikirləri nədir? Dedik, bəzi alimlər bunu qəbul etmək istəmirlər. Hətta Şia alimlərin içində də var ha bu. Şia alimlərindən də bəzilər deyirlər ki, bu belədir. Məsələn, Ayətullah Xoyu barəsində belə deyirlər və bir nəfər alim də var. Onun barəsində də belə deyirlər ki, o da düşünür ki, indiki surələrdə, ayələrdə heç bir dəyişiklik baş verməyib. Elə nə dəyişiklik varsa, Peyğəmbərin dönəmində olduğu kimidir. Amma indi mən bir neçə dənə alimlərin bu barədə gətirdikləri arqumentləri oxuyuram. Keçən dəfə oxuyurdum, cavab verirdim, Bu dəfə istəyirəm ki, növbəti bir metoda eləyim. Hamısını oxuyum, sonra isə hamısını elə birdən cavablandır. Həm də mən daha çox elə buradan üzündən oxuyacağam sizin üçün ki, lap dəqiq şəkildə. Çünki sonra siz kitab oxuyacaqsınız, kitabda da o həmin cümlələrin mənim izahıma uyğun anlayasınız. Deməli, dedik ki, Suyuti deyir ki, icma və saysız nüsus, ki, bunları izah eləmişdim də nə deməkdir? Deyir ki, ayələrin ardıcıllığının tövqifidir. Və bu məsələdə heç bir şübhə yoxdur. Bütün ayələr ardıcıllığı tövqifidir, yəni Peyğəmbər dönəmində nə olubsa odur. Ondan sonra ona əl gəzdirilməyib. O tövqifi olduğuna icmalən dəlalət edən hususdan biri budur ki, Peyğəmbərin müxtəlif zamanlarda və məkanlarda müxtəlif Quran surələrini qiraət etdiyini bəyan edən hədislər var. Məsələn, Səhih Buxarıda deyilir ki, Peyğəmbər Məğrib namazında Ərəf surəsini qiraət edərdi və yaxud da Həlata Ələl-İnsan surəsini və sair surələri Peyğəmbər qiraət edərdi. Bu bir dənə arqumentdir. Bunun cavabını keçən dəfə vermişəm, amma indi yenə də deyəcəm. Qazi Əbubəkir Bəqilani isə İntizar adlı əsərində deyir ki, ayələrin ardıcıllığı vacib bir göstəriş idi. Cəbrail də deyirdi ki, filan ayəni filan yerdə yerləşdi. Qazi Əbubəkir Bəqilani həmçinin bu əqidədədir ki, ümmət hər surədə ayələrin ardıcıllığını və yerini Həzrət Peyğəmbərin buyurduğu qaydada qeydə alıbdır. Necə ki, qiraətləri o Həzrətdən təlim almışdı. Bu sözünü də deyəcək ki, sənin sözün düz sözdür, amma bu necə dəyişilməməyə belə deyək, yaxşı bir arqument deyil axı, dəlil deyil. Məsəl üçün deyir ki, ayələrin ardıcılığı vacib bir göstərişdir. Bəli, vacib bir göstəriş idi. Cəbrail nazil olub demişdi ki, filan ayəni filan yerdə yerləşdi. Bəli demişdi. Amma indi nədir? Yəni bu arqument deyil də. Bu arqument deyil. Eləcə də deyir ki, ümmət hər surədə ayələrin ardıcılığını və yerini Peyğəmbərin buyurduğu qaydada qeydə alıb. Hələ bu dəqiq söz deyil. Məkki adında və başqaları deyirlər ki, nə deyirlər? Surələrdə ayələrin ardıcılığı Həzrəti Peyğəmbərin göstərişi ilə olmuşdur. Və o Həzrət Bəraət surəsində Bismillahirrahmanirrahimin yazılmasına göstəriş vermədiyi üçün də bu surə Bismillahsız yazıldı. Bu da düz sözdür, amma bunun
necə bu dəlil ola bilər ki? Necə arqument ola bilər ki? Peyğəmbər bəli də belə eləmişdi. Amma sonradan dəyişilib və bu arqument deyil. İbn Həssar bu əqidədədir ki, ayələrin yerləşdirilməsi yalnız və yalnız vəhy ilə həyata keçmişdir. Biz də belə deyirik. Həzrət Peyğəmbər şəxsən buyururdu ki, filan ayəni filan surədə yerləşdirin. Bəli, Peyğəmbər deyirdi. Mütəvatir hədislərdə Həzrət Peyğəmbərin bu mövcud ardıcılıqla tilavət etdiyi, bəyan edildiyindən bu məsələ barədə yəqinlik yaranmışdı. Yox da, bu Peyğəmbərin dönəmində olub. Yaxşı. Beyhəqi də İbn Həssasla eyni əqidədir. Zərkeşi bu zəmində başqa bir dəlil gətirir. Deyir ki, səhabələr Quranı Peyğəmbərdən eşitdikləri kimi yazdılar. Heç bir ayənin yerini dəyişmədən, ayəni öz yerindən qabağa və sonraya keçirmədən yazdılar. İndi biz bunu deyəcəyik ki, əgər belədirsə, onda Mümtəhinə ayəsi necə oldu belə olur? Belə olmadı axı. Belə olmadı. Bəs necə olur ki, indi gəlib deyəcəyik ki, onlar özləri də bunu qəbul edir. Hətta Zərkeşinin özü, Suyuti özü qəbul edir ki, bu günləri mədəni surələrin içində Məkkə ayələr var. Məkkə surələrin içində mədəni ayələr var. Desə ki, bu Peyğəmbər dönəmində olan məsələdir. Peyğəmbər dönəmindəki o yeri dəyişiklik var idi ya, ki, o toqifidir. O hansı çox az bir yerdə baş verib bu və onların da hansı olduğu bizim əlimizdə var. Bizim əlimizdə var ki, hansı ayələrdə yer dəyişmə oldu. Bəs indi o 3 dənə, 5 dənə ayətsə, bundan başqa olan mədəni surələrin içindəki Məkkə ayələr, Məkkə surələrin içindəki mədəni ayələri necə eləyək bəs? Və yaxud da ki, elə ayələr ki, nüzul ardıcıllığına uyğun gəlmir. Görürsünüz, birini Mümtəhinədə dedik. Əvvəlinci ayə 8-ci hicrətdə, sonra 6-cı hicrət ilində, sonra 12-ci hicrət ilində bunlar nə eləyək bəs? Bunlara gələcək. İndi bu deyir ki, belə olub. Səhabələrin Quran cəm etdiyi başqa bir işidir. Deyir ki, heç bir ayənin yeri dəyişmədən, ayəni öz yerindən qabağa və sonraya keçirmədən bu iş baş verib. Səhabələrin Quranı cəm etmələri başqa bir iş idi. Qurana yeni bir tərtibat vermək deyil idi. Demək istəyir ki, ayələrdə yer dəyişmə olmayıb, onlar Quranı cəm eləyəndə, biz də istəyirdik ki, belə olsun. Biz də deyirdik ki, belə olaydı kəş. Çünki Quran lövh-ü məhfuzda hal-hazırki müshəflərdə mövcud olan tərtibatla yazılmışdı. Deyir ki, Quran lövh-ü məhfuzda hal-hazırki müshəflərdə mövcud olan tərtibatla yazılmışdı. Allah bir məhəllədə onu bütövlüklə dünya səmasına nazil etdi. Sonra isə hissə-hissə və tədricən Peyğəmbərə nazil etdi. Bu ümumiyyətlə bir mənada gülünc bir məsələdir. Əvvəla sən nə bilirsən orada necə yazılıb? İndi bunun cavabı da veriləcək. Zərkeşi Əbul-Hüseyn ibn Farisdən nəql edir ki, surələrdə ayələrin ardıcıllığı və sıralanması toqifidir və bu iş Həzrəti Peyğəmbər nəzarətin altında olmuşdur. Yəni gördünüz ki, bunların arqumentlərin hamısı çox belə tutarsız arqumentlərdir. Amma indi gəlin bu alimin özünün fikirlərinə. Bu isə əksinə arqumentlər gətirir və müəyyən məsələləri deyir. Hətta Əllamə Təbətəbaydan da nümunələr gətirəcək. Baxın, bu alim deyir ki, elə mən öz də üzündən oxuyuram sizin üçün və izah eləyirəm. Bu alim deyir ki, amma görəsən bu həqiqətən də belədir. Görəsən Quranın bütün surələrində, bütün ayələrin ardıcıllığı toqifidirmi? Əgər belədirsə, onda Məkki ayələr Məkki surələrdə və bütün mədəni ayələr mədəni surələrdə yerləşdirilməli idi. Halbuki Mürlənsənin iddiaçıları olan Suyuti də, Zərkeşi də və başqaları da öz əsərlərində müstəsna ayələr deyilən bir mətləbi gündəmə gətiriblər. Deyiblər ki, Məkki surələrində mədəni ayələr var. Mədəni surələrində Məkki ayələr var. Bunlar da mən keçmişəm deyə əvvəldə da demirəm də Məkki surə, mədəni surə nədir? Qısa belə deyim ki, Məkki surələr, yəni Məkkədə nazil olan surələr, mədəni surələr isə Mədinə şəhərində nazil olan surələrdir. Deyəsində belə olmalı idi. Zərkeşi və başqaları öz əsərlərində müstəsna ayələrdən, yəni Məkki ayələrin mədəni surələrdə yaxud əksinə mədəni ayələrin Məkki surələrdə yerləşdirilərindən geniş bəhs etmişdilər. Müstəsna ayələrin nümunələrini də hətta sadalamışdılar. Yaxşı,
sadalamışdır. Əgər deyilsə ki, Həzrəti Peyğəmbərin özü bu ardıcıllığı pozmuşdur və bunun özü də təvqifi deməkdir, cavab budur. Əvvəldə qeyd etdiyimiz kimi tarix və hədis qaynaqlarına istinadən Həzrəti Peyğəmbərin belə göstərişi, yəni yeni nazil olan ayənin öncədən nazil olmuş və nüzulu tamamlanmış bir surənin tərkibində yerləşdirilməsinə dair verdiyi göstəriş yalnız bir neçə nümunəyə şamil olur. Bütün surələrdə bu ayənin ardıcıllığın təvqifi olduğunu söyləyənlərin əksəriyyəti bu nümunələrə istinad etmişdir. Baxın, cümlə bir qəriz cümlədir. Mən indi bunu izah edirəm sizin üçün. Deyir ki, biz axı Zərkeşi də, Suyuti də bunların hamısı deyirlər ki, bəli, Quranda müstəsna yerlər var ki, istisna yerlər var ki, orada Məkki ayələr mədəni surələrdə, mədəni ayələr Məkki surələrdə yerləşdirilib. Yaxşı, bu var. Var Zərkeşi, var Suyuti var, deyilə bəli, var. Sonra deyir, birdən, bəs onda bu belədir axı. Birdən bu o deməkdir ki, demək dəyişilmə baş verib. Birdən desən ki, Həzrəti Peyğəmbərin özü bunları etmişdi. Onda cavabı budur ki, Həzrəti Peyğəmbərin hansıları edibsə, bu bir neçə dənədir və o da hansılar olduğu əlimizdə var. Amma biz bundan artıqlarının şahidi oluruq axı. Biz bundan artıqlarının şahidi oluruq deyə bu göstərir ki, deməli Peyğəmbərin vasitəsilə olmayıb bu. Sonra donub. İndi mən cümləni oxuyanda görəcəksiniz ki, indi cümlə sizin üçün daha aydın olacaq. Deyir, əgər deyilsə ki, bəzən Peyğəmbərin özü bu ardıcıllığı pozmuşdur və bunun özü də təvqifidir, belə deyilsə, cavabı budur ki, əvvəldə qeyd etdiyimiz kimi tarix, hədis qaynaqlarına istinadən Həzrəti Peyğəmbərin belə bir göstərişi, yəni yeni nazil olan ayənin öncədən nazil olmuş və nüzulu tamamlanmış bir surənin tərkibində yerləşdirməsinə dair olan göstərişdə bu göstəriş yalnız bir neçə nümunəyə şamil olur. Bir neçə dənədir o. Və bütün surələrdə, bütün ayələrin ardıcıllığının təvqifi olduğunu söyləyənlərin əksəriyyəti bu nümunələrə istinad ediblər. Deyiblər ki, bəli, dəyişikliklər varsa da, amma bütün surələrdəki bütün ayələr artıq təvqifi olub. Bir neçə dəyişilmə olubsa da artıq təvqif var. Bunu ki deyirsiniz siz, onlar bütün ayələr üçün Osman İbn Əbil Asın və ya İbn Abbasın nəql etdikləri bir hədis əsasında ümumi hökm çıxarmışlar. Halbuki Osman İbn Əbil Asın və İbn Abbasın hədisi yalnız bir ayənin yerindən təyin edilməsi barəsində idi. Yəni nə idi? Onlar demişdilər ki, bir neçə dənə ayədir də ki, Peyğəmbər bu falan vaxtı falan ayə nazil oldu, Peyğəmbər onun yerini dəyişdirdi. Nüzulu bu vaxt idi. Mədinə şəhərindən nazil olmuşdu, amma dedi, bunu Məkkə ayələrinin içinə at. Bu bir dəfə olub, bir neçə dəfə olub və bunun olması, belə bir dəyişmə bir dəfə olub və biz də bunu bilirik. Bayaq dediyim məsələdə. Bəs necə olur ki, bütün Məkkə ayələrin bir çox yerlərdə, bütün deməyək təbii ki, bu şeylər çox da deyil. Çox da deyil. Elə ürəkləri istədiyi kimi də eləməyiblər. İndi məsələn, bayaq deyəcəyik ki, məsələn, onlar bir misal gətirir, Əraf surəsini Peyğəmbər oxurdu. Əraf surəsində dəyişiklik yoxdur. Biz Əraf surəsindən danışmırıq. Məsələn, biz Maidədən danışırıq. Məsələn, biz Mümtəhinədən danışırıq və digər. Bunlardan danış. Bunları Peyğəmbər oxuyub. Yəni, biz demirik ki, bütün surələrdə ayələrin hamısının yeri dəyişilib. Deyir ki, bəziləri dəyişilib ki, bu da Peyğəmbər dönəmində olmayıb. Peyğəmbər dönəmində olub, çünki Peyğəmbər dönəmində olanları biz başa düşmüşük. Biz bilirik hansıdır. Bütün ayələrin ardıcıllığının təvqifi olduğuna dair Cəlaləddin Suyutinin gətirdiyi dəlil tam deyil. O bu məsələyə Həzrəti Peyğəmbərin müxtəlif zaman və məkanlarda müxtəlif Quran surələrini qiraət etdiyini dəlil gətirir. Deyir ki, Peyğəmbər məsələn dedi də Əraf surəsini məğrib azanında oxuyurdu. İndi burada cavab verir ki, birincisi bu bütün surələrə şamil deyil. Əlbəttə ki, Əraf surəsini oxuyurdu, elə biz də deyirik, Əraf surəsi olduğu kimi də durur. Biz hamısını demirik ki, ümumiyyətlə hamısını da demək olmaz. Bilirsiniz, barmaq sayında ayələrdə belə şeylər olub. Peyğəmbərin dönəmində də bir neçə dənədir. Peyğəmbərdən sonra da Osmanın dövründə də dəyişilənlər də bir neçə dənədir. Bütün surələrdə belə şeylər baş verib deyilmir. İkincisi budur ki, burada surənin qiraətindən deyil, surədə ayələrin ardıcıllığından və yığılmasından söz gedir. Bu o deməkdir ki, məsələn, lap Peyğəmbər Mümtəhinə surəsini oxuyub. Peyğəmbər Mümtəhinə surəsini oxuyub, orada məsəl üçün ayələrin hamısı deyilib. Amma
tutaq ki, orada ayələrin biri birinci ayəni gətirib 15-ci ayədə yazıblarsa, bu peyğəmbər nə olsun ki, onu öz dönəmində oxuyub? Sən də gətirib belə yazmısan. Yaxşı, bu o qədər də güclü dəlil deyil. Nə olsun ki, peyğəmbər belə oxuyub? O oxuyub, Allah da elə o cürə nazil edib. Amma sən gətirib dəyişmisən də. Bu düzgün arqument deyil. İndi sonra deyəcəyik ki, hətta buna başqa bir yanına bir arqument də gətirsələr ki, peyğəmbər dövründə hafizlər var idi filan, amma hər hafizin dediyini qəbul etmirdilər ki. Bir dənə bir heyət düzəlmişdi. O heyət sonda nə qərar verəcəksə o olurdu. 2 dənə də şahid çağırırdılar. İçində hafizləri də var idi, Quranı yazanlar da var idi. Amma hər kəsin dediyini etmirdilər. Fikirləri alırdılar, ondan sonra öz istədiklərini oraya yazırdılar. Çünki öz əllərində idi bu. Yaxşı. Deməli, burada surənin qiraətində deyil. Surədə ayələrin ardıcıllığından və yığılmasından söz gedir. Quran həm Həzrəti Peyğəmbər həyatda ikən, həm də o Həzrətin vəfatından sonra cəm edilmiş və yığılmışdır. Odur ki, Həzrəti Peyğəmbərin qiraəti surələrdə ayələrin yerinin başqaları tərəfindən dəyişdirilmədiyini, öz yerindən qabağa və sonraya keçirilmədiyini inkar etmir ki, nə olsun Peyğəmbər dönəmində filan surələr oxuyub. O dönəmdə Peyğəmbər elə oxuyub. İndi bu günlərim o dəyişilibsən, Peyğəmbər o dönəmdə belə oxuyub. Necə buna, yəni nə dəxilisi var ki bunun? Bunun dəxaləti yoxdur. Yaxşı. Bu bir dəlillərinin cavabı. Ki deyir ki, Peyğəmbər oxuyub. Nə olsun oxuyub? Peyğəmbər elə oxuyurdu, amma yazılanda başqa cür yazılıb. Yəni bu dəlil deyil. İkinci, Zərkeşinin gətirdiyi dəlil də, indi bu təəccüblüdür yazıb, mən də deyirdim gülməlidir. Deyir ki, çünki Şiə və Sünni qaynaqlarında Quranın lövh-ü məhfuzdan 4-cü səmaya və ya dünya səmasına nazil edildiyini bəyan edən hədislər, Quranın lövh-ü məhfuzda hal-hazırki müshəflərdə mövcud olduğu tərtibatla yazıldığına əslə dəlalət etmir. Bu hədislər əsas etibarilə kitab anlayışından daha yüksək bir mənanı əhatə etmişdir. Deməli, bu nə deyir? Dedik də, Zərkeş də deyir ki, yox, heç bir vəclə dəyişilə bilməz. Niyə? Çünki Sünni hədislərində də var, Şiə hədislərində də var ki, axı Quran bir dəfə bütöv şəkildə 4-cü səmaya nazil olub və oradan Peyğəmbərin qəlbinə nazil olub. Ondan sonra da və indiki əlimizdə olan Quran kitabı lövh-ü məhfuzdakı ilə eyniyyət təşkil edir. Zərkeşi, sən harda, nəyə əsasən deyirsən? Sən o lövh-ü məhfuzdakını görmüsən bəyəm? Nəyə əsasən deyirsən ki, bu oradakı ilə eyniyyət təşkil edir? Sən demək istəyirsən ki, o idi ki, Peyğəmbərə nazil oldu və Peyğəmbər də onu bizə tilavət etdi. Bəli, biz də elə belə deyirik. Amma fakt budur ki, Peyğəmbər dönəmində olan ardıcıllıq real olaraq bu kitabda pozulub axı. Sən o vaxtı dediyin düz olardı ki, lövh-ü məhfuzdakını da gətirərdin, göstərərdin bizə. Bunu da göstərərdin, deyərdin ki, bax, lövh-ü məhfuzdakı ilə bu düz. Sən bu necə arqumentdir? Yəni, bu çox məntiqsiz arqumentdir ki, o lövh-ü məhfuzda olanla bu eynidir. Nəyə əsasən deyirsən bunu? Çünki Peyğəmbər elə onu təbliğ edirdi. Biz də bilirik onu təbliğ edirdi. Elə biz də deyir ki, Peyğəmbər dönəmində hər şey yaxşı idi. Amma Peyğəmbərdən sonra dəyişildi. Biz də belə qəribə dəlillər gətirir. Sonra alim deyir ki, həqiqət budur ki, hal-hazırki müshəflərdə, əlimizdə olan kitablarda surələrdə bütün ayələrin ardıcıllığının tövqifi olduğunu, yəni Həzrəti Peyğəmbərin göstəriş verdiyi və yazdırdığı kimi olduğunu söyləyən nəzəriyyəni müdafiə etmək olmur. Mümkün deyil. Çünki reallığa baxırıq. Buna görə də ya əksər surələrdə, ya da surələrin bir qismində ayələrin ardıcıllığının Həzrəti Peyğəmbərin göstəriş əsasında olduğu, qalan surələrdə isə səhabələrin öz şəxsi nəzərləri ilə bu işə müdaxilə etdikləri qəbul edilməlidir. Əlbəttə, hamısında deyil, amma bir çox yerlərdə bunu biz gərək etiraf edək. Və bu da problem deyil də, necə problem deyil? Yəni, etiraf etməliyik də, varsa etiraf etməliyik. Demirəm, yaxşı olub belə. İndi biz gəlib deyəcəyik ki, ümumiyyətlə, Quranın indiki kimi yığılması düzdür, yoxsa düz deyil? Bu sualı məndən soruşur. İndi soruşmayın, indi demək istəmirəm. Həzrət Əlinin də mövzusuna toxunum, bugün inşallah çatdırırsam ona. Orada mən deyəcəm. Çünki Həzrət Əlinin bir dənə mövqeyi oldu. Təlhə ondan bir şey soruşdu.
bir sual verdi xilafəti dönəmində. İndi o hadisəni danışacağam. Ona deyəsən kitabınızda da yoxdur o. Ondan bir şey soruşdu Təlhə və ona dedi ki, öz kitabını gətir. O da gətirmədi. Ondan Həzrət Əli dedi ki, onda sən bu kitabla razısan, buradakı surələrin ardıcıllığı və ayələrin ardıcıllığı ilə. Həzrət Əli orada bir məsələyə toxundu, onu deyəcəm. Yəni ki, fakt budur ki, surələr ki dəyişdirilib, surələr nüzul ardıcılığı ilə deyil, ayələrdə də bu var. İndi görün Əllamə Təbətəbai nə deyir? Əllamə Təbətəbai bir dənə də bunu da oxuyum. Ət-Təmhid əsərinin müəllifi bu əqidədədir ki, Qurani-Kərimin az sayda surələrində ayələrin sıralanması nüzul ardıcılığı ilə deyildi. Və bu ardıcıllığın da Həzrət Peyğəmbər göstərişi ilə olduğuna dair əlimizdə heç bir dəlil, sübut yoxdur. Odur ki, bu surələrdə ayələrin ardıcıllığının toqifi olmadığına hökm vermək məcburiyyətində qaldırıq. Yəni ki, Peyğəmbərdən sonra Peyğəmbər dönəmindəki kimi yerləşdirilməyib. Biz deyir belə deməliyik. İndi Əllamə Təbətəbai bilirsiniz də Şiəni böyük, əzəmətli təfsirçilərindən, müfəssirlərindən biridir. Əllamə Təbətəbai deyir ki, əksər surələrdə ayələrin ardıcıllığının toqifi olduğunu qəbul edirik. Bəli, demək olar ki, çox surələr toqifidir. Yəni hər şeyi də belə qarışdırmayıblar ki. Müəyyən surələrdə qarşılıq olub. İndi onu da ya bilərəkdən eləyiblər, hansısa bir hədəf üçün, ya da ki, adamdır da oturmuşdu yazmağa, şahid gəlib, özü də oturub düşünüb, belə qənaətə gəlib ki, bu belədir. Ya bilərəkdən, məqsədli şəkildə eləyib, ya da ki, bilməyərəkdən eləyib. Ya da bəzilərini bilərəkdən eləyib, bəzilərini də bu qənaətə gəlib eləyib. Amma fakt budur ki, əlimizdə görürük ki, belə deyil. Okay? Deyir ki, Əllamə Təbətəbai deyir ki, əksər surələrdə ayələrin ardıcıllığının toqifi olduğunu qəbul etsək də, lakin o bu əqidədədir ki, sayı elə də az olmayan, çox da az da deyil, elə də az olmayan bir sıra surələrdə bəzi ayələrin ardıcıllığı səhabələrin nəzər əsasındadır. Əllamə Təbətəbai belə deyir. Əllamə Təbətəbainin nəzərincə pərakəndə nazil olan bəzi ayələrin mövcud müshəfdə hal-hazırki yerdə qərar tutması səhabələrin müdaxiləsindən kənarda qalmayıb və bu məsələ Quranın birinci dəfə cəm edilməsi barədə olan hədislərin zahirindən də əldə olunur. Birinci dəfə barəsində danışacaq ki, Əbubəkirin dövründə yığılmadı. Əllamə Təbətəbai surələrdə ayələrin sıralanması barədə Şiə və Sünni qaynaqlarında olan hədislərə istinad edərək bu hədislərdə nəql edilir ki, nazil olan ayələri müsəlmanlar nüzul ardıcılığı ilə yazırdılar və Bismillah nazil olduqca isə başa düşürdülər ki, surə tamamlanmış və yenisi nazil olmağa başlamışdır. Bu nəticəyə gəlir. Hansı nəticə? İndi bu nəticəyə gəlir ki, bu hədislər aydın şəkildə açıqlayır ki, Quran ayələri Həzrəti Peyğəmbərin nəzarəti altında nüzul ardıcılığı ilə yazılmışdır. Məkki ayə, baxın, diqqət edin, Əllamə Təbətəbainin dəlilinə baxın. Bax, dəlil belə olar. Əllamə Təbətəbai deyir ki, Sünni və Şiə, bax, sizə oxuduğum cümlədə deyir bu, diqqət edin. Dəlil bax belə olar. Deyir ki, Sünni və Şiə qaynaqlarında olan hədislərə əsasən, hansı hədislər? Bu hədislərdə nəql edilir ki, nazil olan ayələri müsəlmanlar nüzul ardıcılığı ilə yazırdılar. Və Bismillah nazil olduqda başa düşürdülər ki, surə tamamlanıb, yenisi nazil olmağa başlayıb. Düzdür, bu Şiə və Sünni qaynaqlarında bu hədis var, bəli. Sünnilər də deyir bunu, Şiələr də deyir ki, Peyğəmbərə ayələr nazil olduqca onun nüzul ardıcılığı ilə yığırdı. Peyğəmbər onun nüzul ardıcılığını, deməli, Məkki ayələr, Məkki surələrdə, mədəni ayələr, mədəni surələrdə yerləşdirilirdi. Peyğəmbər belə eləyirdi. Və deyir, haçan fərqi olurdu? Bismillahirrahmanirrahim gələndə bilirdilər ki, əvvəlinki surə artıq bitdi. Sonra da bir neçə dənə yerdə də Peyğəmbər dedi ki, ey cəmaat, ey ümmət, ey möminlər, ey müsəlmanlar, burada bir neçə dənə yeri dəyişəcəm. Çünki Allah belə istəyib. Çünki orada söhbət daha, indi onların da səbəbləri var da, ondan da sonra danışarıq. Bu şeylərə görə dəyişəcəm. Deməli, ən çox nəzərə gələn məsələ budur ki, Sünnilər və Şiələrin kitablarında olan kimi Peyğəmbər nüzul ardıcılığına riayət etmişdi və elə nüzul ardıcılığına uyğun olan şəkildə gəlmişdi. Düzdür?
İndi bu hədislərdən aydın şəkildə, bu hədislər bizə aydın şəkildə açıqlayır ki, Quran ayələri Həzrəti Peyğəmbərin nəzarəti altında nüzul ardıcılığı ilə yazılmışdır. Məkki ayələr Məkki surələrdə, mədəni ayələr mədəni surələrdə qərar tutmuşdur. Əgər biz hal-hazırda, bax indi diqqət edin, bax, indi arqument, bütün bunların hamısını deyəndən sonra, bu müqəddimələri deyəndən sonra, ondan sonra öz iradını bildirir və həmin o məsələni gündəmə gətirdi ki, əgər belədirsə, əgər biz hal-hazırda ayələrin öz yerində qərar tutmadığını müşahidə ediriksə, yəni nüzul ardıcılığının uyğun olmadığını müşahidə edirik. Və nüzul ardıcılığı da bütün kitablarda yazılıb ki, hansı ayə harda nazil olub. Adətən sünni, şiə alimləri hamısı bir rəydədirlər ki, bunlar buradadır. Əgər bu belədirsə, ki, yuxarıda da demişdik, bir neçə dənə alimlər də müstəsna ayələr gətirib də, Suyutu, Zərkeşi. Əgər biz ayələrin nüzul ardıcılığını görmürüksə, onda məsələ aydın oldu da. Aydın oldu ki, deməli, yer dəyişmə olub. Əgər biz hal-hazırda ayələrin öz yerində qərar tutmadığını müşahidə ediriksə, bu, səhabələrin öz şəxsi rəyləri ilə müdaxilələrinə aiddir. Şə'n-i nüzulu barədə olan sahiz hədislərə dəlalət edir ki, hal-hazırda mədəni surələrdə yerləşən çoxlu ayələr Məkkədə nazil olmuş və ya Həzrəti Peyğəmbərin ömrünün sonlarında nazil olan ayələr hicrətin əvvəllərində nazil olan surələrdə qərar tutmuşdur. Görürsünüz necə? Deyir, bu dəqiqə bizim əlimizdə şə'n-i nüzul barəsində hədislər buna dəlalət edir ki, mədəni surələrdə yerləşən, Peyğəmbərin Mədinədə nazil olan surələr içində çoxlu Məkkədə nazil olan ayələr var. Eləcə də Həzrəti Peyğəmbərin ömrünün sonlarında nazil olan ayələr var ki, mədəni ayələrdir də bunlar. Biz bunu hicrətin əvvəlində nazil olmuş mədəni ayələrdə tapırıq. Düzdür ki, mədəni ayələr mədəni surələrdədir. Amma hansı surələrdə? İl fərqi olan surədir axı. Nüzul ardıcılığı pozulub. Peyğəmbərin ömrünün sonunda nazil olanı biz görürük ki, Peyğəmbərin hicrətinin əvvəlində, nə olsun Mədinədədir. Buna da diqqət edin. Bayaqdan biz deyirdik ki, Mədinə ayələri Məkkə surələrində, Məkkə ayələri mədəni surələrdə tapırıq. İndi deyirik ki, elə yerlərdə var ki, hətta mədəni surəni, mədəni ayəni mədəni surədə yer dəyişdiyini görürük. Amma onu nədən bilirik? Nüzul ardıcılığına baxırıq ki, Peyğəmbərin ömrünün sonunda nazil olmuş bir ayə, bu dəfə Peyğəmbərin hicrətinin ilk vaxtlarında Mədinədə nazil olan surənin içindədir. Və bütün bunların hamısı göstərir ki, deməli, sonradan yığılmış kitabda surələr nüzul ardıcılığı ilə olmadığı kimi ayələrdə də müəyyən dəyişikliklər olmuşdur. Beləliklə, Əlləmə Təbətəbai bu əqidədədir ki, Quran-ı Kərim Həzrəti Peyğəmbər vəfatından sonra cəm edilərkən bir sıra surələrdə bəzi ayələrin yeri dəyişdirilmişdir, yəni təvqifi deyildir. Lakin Həzrəti Peyğəmbər həyatda olarkən şəxsən özü Quranın kitabət işinə nəzarət etmiş və heç bir şübhəsiz ki, belə bir hal baş verməmişdir. Yəni ayələrin ardıcıllığı həmişə təvqif olmuşdur və bir neçə yerdə də ayə dəyişikliyi baş vermişdirsə də, bu da elə təvqifidir və Peyğəmbər özü bunu Allahın əmri ilə yerinə yetirmişdir. Bax, indi bura qədər suallarınız varsa, mən sizin suallarınızı eşidirəm, sonra dərsimizi davam edəcəyik. Bu Bismillahirrahmanirrahim, Tövbə surəsindəki Bismillahirrahmanirrahim barəsində daha geniş danışacağıq Əfqan bəy. Amma burada da deyim ki, onu Allah özü o ayə gəlməyib və onun gəlməməsinin də bir səbəbi var və Peyğəmbərlərə də bildirilib ki, bu surədə Bismillahirrahmanirrahim bilərəkdən gəlməyib. Yaxşı. O surənin necə olduğunu, necə yüyeni surə olduğunu Peyğəmbər bilirdi də. Peyğəmbərə Cəbrail nazil olurdu. Olan hamısını Peyğəmbər ona başa salırdı. Bəli, Ümrə xanım, yerləri dəyişilib, amma düzdür. Quran düzdür, heç narahat olmamalıyıq. Çünki imamların hamısı artıq bu Qurana razı oldular. Bunu danışacağıq. Quran düzdür, ayələr hamısı olduğu kimdir. Amma belə yerləri dəyişmişdi. O da bizim Qurana sarılmamıza mane olmur. Çünki əgər mane olsaydı, Həzrət Əli əleyhissalam xilafəti dövründə 5 il xilafətdə oldu, o dövrdə bir əncam çəkərdi ona. Belə görsənir ki, çox da problemi olmadı deyə, əksinə dəyişdirməyin böyük problemlər olacaqdı deyə Əli əleyhissalam bu işi görmədi. İndi biz bundan danışacağıq birazdan. İndi mövzumuzun adı belədir. Quran hafizləri və Quranı cəm edənlər.
Burada da müəyyən məsələlər var. Ona görə bu məsələlərə də mən istəyirəm tez toxunaq. Quran hafizləri və Quranı cəm eləyənlər barəsində. İlk olaraq burada da kitabınızda da olduğu kimi Quran hafizlərindən danışaq ki, kitabınız da yazır ki, Quranın çoxlu hafizləri var idi və mən əvvəldə də danışmışam ki, ərəblər çox güclü yaddaşa malik idilər. Neçə min beyt şeiri əzbərləyə bilirdilər. Həm də ki, dediyim kimi də başqa informasiya falan yox idi deyə yaxşı-yaxşı əzbərləyirdilər. Həm də xüsusi bir istedadları da var idi onların. Ona görə də Peyğəmbər dövründə Quranı yaxşı-yaxşı əzbərləyirdilər, amma bilirsiniz də, indi tarixdə bilmirəm, oxumusunuz ya yox, bizim dərslərimizdə tarixdə iştirak edənlər bilirlər, mən orada danışmışam bu məsələləri. Müəyyən yerlərə Peyğəmbər, gəlirdilər Peyğəmbərdən təbliğatçı istəyirdilər. Təbliğatçı istəyəndə Peyğəmbər o yerlərə öz adamlarını göndərirdi, amma hansı adamlar göndərməlidir? Hafizləri göndərirdi, Quranı bilənləri göndərirdi. Məsələn, bir məunu faciəsi oldu, gəldilər Peyğəmbərdən istədilər. Peyğəmbər də bir 70 nəfərə yaxın səhabəni, bəzi yerdə 40, bəzi yerdə də 70 nəfərə yaxın səhabəni göndərdi. Yolda bir məuna deyilən bir yerdə müşriklər hücuma keçdilər, onların hamısını öldürdülər. 40 və yaxud da 70 nəfər hafizi öldürdülər. Və yaxud da Yamamə döyüşündə. Yamamə döyüşü Əbu Bəkirin dövründə oldu. Bir nəfər özünü Peyğəmbər kimi gündəmə gətirdi və Əbu Bəkirin əmri ilə döyüş baş verdi. 1200 nəfər müsəlman öldü orada. 1200 müsəlman öldü. Heç Peyğəmbər dövründə bu qədər adam ölməmişdi. Belə bir döyüş yox idi ki, orada 1200 nəfər ölə. Və o 1200 nəfərdən ən azı 70 dənəsi həm səhabə idi və yaxud da Quran hafizi idi. Bax, bu kimi məsələlər göstərir ki, artıq hafizlərin də sayları azalırdı. Osmanın dövründə də bu Quran yığılmağa başlayanda da bunun öz nəticəsini göstərdi ki, Osmanın dövründəki Quran yığılmağa başladı. Peyğəmbərdən ən azı bir 20 ilə yaxın keçmişdi də. Yaxşı və yaxud da biraz ondan az. Bu dövrdə, bu dönəmdə hafizlər də az idi. Hafizlər də az idi və yaxud da ki, dediyimiz kimi də orada yığılma prosesini deyəcəyik. Axır ki, budur ki, yəni hafizlər azalırdı. Peyğəmbər dövründə bəzi alimlər deyirlər ki, 37 nəfər Quran hafizinin adı bizə məlumdur. Əlbəttə çox olub, Quran hafizləri çox olub, amma onların çoxu, bilirsiniz, hafizlər ilə həmin səhabələr idilər, həmin döyüşçülər idilər, həmin Peyğəmbərin yaru ənsarı idi. Ona görə də bütün döyüşlərdə onlar iştirak edirdi. Belə deyildi ki, məsəl üçün, hafizlər ancaq Quranla məşğul olurdular, qalanlar da döyüşçülər idilər. Ona görə də bir məuna faciəsində, eləcə də Peyğəmbərdən sonrakılarda, eləcə də Peyğəmbərin dövründə digər döyüşlərdə bir məuna faciəsini ona görə gündəmə gətirilir ki, burada ümumiyyətlə Peyğəmbər əlavə adam yox idi. Hamısı ilə hafiz idi, təbliğata gedirdilər. Onları elə orada faciəvi şəkildə hamısını qətlə yetirdilər. Və bir çox yerlərdə, ondan başqa da yerdə olmuşdu Peyğəmbər dönəmində. Orada da Peyğəmbər təbliğat üçün göndərdi bir heyəti, onların da hamısını öldürdülər. Bax, bu kimi şeylər göstərir ki, Peyğəmbər dönəmində əslində çox olub. Hafizlər çox olub. Amma ümumiyyətlə gündəmə gələndə, yəni adları ilə baxanda 37 nəfərin adı gündəmə gəlir, amma təbii ki, bundan çoxdur. Bir neçəsini belə təbərrükən oxuyuram. Əli ibn Əbi Talib əleyhissalamdır da, Abdullah ibn Məsud, Übeyd ibn Kəb, Zeyd ibn Sabit, Osman ibn Əffan, Məaz ibn Cəbəl, Əbu Dərda, Əbu Əyyub, Səd ibn Übeyd, Əbu Zeyd və başqalar. Bu bir məsələ. İkinci məsələ Quranı cəm edənlər. Yaxşı, Quranı cəm edənlər, indi oxuyaq ki, harda cəm edənlər? O 3 dənə ictimai cəhətdən cəm eləyənlər yox. Şəxsi olaraq, fərdi olaraq. Qeyd etdik ki, Peyğəmbər üçün vəhiy yazan xüsusi vəhiy katibləri var idi, amma bununla yanaşı bir çox səhabələr özləri üçün də Quran ayələrini və surələrini yazırdılar. Yaxşı, özləri üçün də, bəziləri özləri üçün də yazırdı. Bəziləri hafiz idilər, bəziləri Peyğəmbər üçün yazırdı, bəziləri özləri üçün də yazırdılar. Qitadə Ənəs ibn Malikdən soruşur, Rəsullahın dövründə Quranı kim cəm etdi?
O da deyir ki, onlar 4 nəfər idi. 4'ü də Ənsardan idi. Übey ibn Kəb, Məz ibn Cəbəl, Zeyd ibn Sabit və Əbu Zeyd. Başqa bir hədisdə nəql edir ki, Peyğəmbər vəfat etdikdə yalnız 4 nəfər Quranı cəm etmişdi. Əbu Dərda, Məz ibn Cəbəl, Zeyd ibn Sabit və Əbu Zeyd. Bax, bunlar da bunu göstərir. Sonra deyir ki, bəzi tədqiqatçılar deyirlər ki, əslində cəm etmişdi sözü, cəməə feili, həfədə kəlməsi ilə eyni mənadadır. Cəm etmişdi, yəni hifz etmişdi. O ki, deyir, bəziləri onu cəm edirdilər, yəni özlərinə yığdılar. Deyir ki, bu elə zehinlərinə cəm edir mənasındaydı. Əzbərləyirdi mənasındaydı. Deyir, çünki Quran hafizlərinə bəzən cümma da deyilirdi. Cümma, yəni ki, cəm eləyən. Hafizlər beyinlərində cəm etmişdirlər, onlara hafiz də deyilirdi. Yəni, hifz eləyən, cümma da deyilirdi. Yəni ki, cəm eləyənlər. Bax, belə deyilə bilir. Yaxşı, əzizlər, bu da bir nöqtədir ki, bunu da dedim biləsiniz. Kitabınızda biraz da bundan artıq məsələlər var. Siz ona da istəsəz, sizə maraqlı olsa ona diqqət edərsiniz. Mən tez tələsik keçid alıram digər başlığımıza, digər mövzumuza. Bugün Həzrət Əlinin müshəfi barəsində danışacaq. Bilirsiniz ki, Peyğəmbər dünyasını dəyişdi. Peyğəmbər dünyasını dəyişəndən sonra Həzrət Əli əleyhissalam xilafətə seçilmədi və Əli əleyhissalam üçün mühüm bir şey baş verdi. Peyğəmbərin bir belə deyək, vəsiyyəti Həzrət Əli üçün çox mühüm bir əhəmiyyət kəsb elədi. Peyğəmbər buyurdu ki, ey Əli, Quran mənim yatağımın kənarında səhifələrdə ipək parça və kağız üzərindədir. Quranı cəm edin. Yəni, kitab halına salın, müsəf edin. Yahudilər Tövratı məhv etdikləri kimi siz də onu məhv etməyin. Başqa bir ayədə Peyğəmbər ona dedi ki, ey Əli, sənin üzərində mən vacib eləyirəm ki, cümə namazından başqa heç bir vaxt evdən çıxma və yaxud da namazlardan başqa. Evdən çıxma və otu ancaq Quranı yaz, bitir ondan sonra. Çünki bu çox mühüm məsələdir. Mənim dönəmimdə bu tamamına baş verir. Çünki Peyğəmbər ömrünün sonuna qədər hələ ayələr nazil olurdu. Həm də ki, Peyğəmbərin daha böyük işləri var idi. Və sair və ilaxır. Yaxşı, yəni imamət sistemi var da, yəni bu etməli idi. Ona görə də Peyğəmbər Əli əleyhissalam buyurur ki, Peyğəmbər dünyasını dəyişəndən 6 ay evdən bayıra çıxmadım, ancaq namazlara və yaxud da cümə namazlarına getdim. Ondan başqa heç bir yerə getmədim və ancaq bu kitabı yazmaqla məşğul oldum və 6 ay ərzində Həzrət Əli əleyhissalam bütün Quranı necə lazımsa yazdı. Müxtəlif şeylər üzərinə də biz əvvəldə demişik nələrin üzərinə yazırdılar. Onu dəvəyə yüklədi və miniyə yüklədi və apardı məscidə və gəldi dedi ki, mən gətirmişəm, Quranı yazmışam, özdə yaxşı şəkildə yazmışam. Nüzul ardıcılığı ilə yazmışam. Təvil və nüzula belə deyək, tənzil və təvilə riayət etmişəm. Nasix, mənsux məsələlərini gündəmə gətirmişəm, qeyd eləmişəm. Mütəşabih və möhkəm məsələlərini gündəmə gətirmişəm və şə'n-i nüzulları yazmışam. İndi bunların hamısını izah eləyəcəm, nələr eləyib. Bunların hamısı barəsində bir dənə mövzu açılacaq. Orada deyəcək ki, Həzrət Əlinin müshəfinin mükəmməlliyi nədən ibarət edir. Budur, bax, gətirmişəm. Peyğəmbər buyurub ki, mən özümdən sonra 2 ağır əmanət qoyuram. Quran və Əhl-i-Beyt. Budur, Quran artıq necə lazımsa yığılıb, məndə Əhl-i-Beyt. Buyurun. Belə deyəndə oradakı bəzi adamlar durdular. Baxdı, bəzi tarixdə var ki, baxdı. Bəzilərində də bu heç baxmadı. Dedi ki, ehtiyac yoxdur bizə. Ehtiyac yoxdur belə. Sənin yığdığın Qurana ehtiyac yoxdur. Ondan sonra Əli əleyhissalam, indi oxuyacaqsınız hədisləri. Vaxt olsa mən də oxuyacağam. Hələ ki, ümumi bir giriş verirəm. Ondan sonra Əli əleyhissalam dedi ki, yaxşı. Əgər ehtiyac yoxdursa, mənim bu qədər, yəni mənası belə olurdu. Mənim bu qədər əziyyətimi görməzdən gəldisə və iqtidar da sizin əlinizdədirsə, mən başqa bunu cəmiyyətə təqdim edə bilmirəmsə və başqa işlər görsəm də ixtilaflar yaranacaq deyə, yaxşı. Bir də bunun üzünü görməyəcəksiniz. Mən istəyirdim ki, ümmət bunu məndən qəbul eləsin. 6 ayda da adam
əziyyət çəkib onun hamısını yazır və bunun üzünü görməyəcəksiniz və hədislərimiz və tarix bizə deyir ki, ondan sonra o indi bəzi hədislərdə var, oxuyacağam sizin üçün. Ondan sonra o kitabı heç vaxt görmədilər. Və Əli əleyhissalam buyurdu ki, mən bunu irs olaraq oğlum Həsənə, o da oğlu Hüseynə və ondan sonra irs olaraq ta gedəcək sonuncu höccətə qədər çatacaq. Bəzi yerlərdə belə iddia eləyirlər, hansı bir muzeylərdə falan Həzrət Əlinin yazdığı Quran bu heç bir vəclə düz deyil. Bax, Əli əleyhissalam barəsində belə bir məsələ oldu. İndi mən bəzi detallarına keçid eləmək istəyirəm ki, İbn Məsud deyir ki, mən Quranın qiraətini Əli ibn Əbi Talib kimi bilən bir kəsi görmədim. Və bayaqlarım dediyim surə hədis gündəmdədir. İbn Abbas deyir ki, Əli ibn Əbi Talib Peyğəmbərin vəfatından sonra 6 ay müddətində Quranı cəm elədi. İbn Sirin deyir ki, Əli əleyhissalam buyurdu ki, Peyğəmbər vəfat edəndən sonra and içdim ki, Quranı cəm etməyənə qədər cümə namazından qeyri vaxtlarda əbamı çiynimə salmayacam. Məhəmməd İbn Sirin Əkrəmədən belə nəql edir ki, cəmaət Əbu Bəkrə beyət eləyəndən sonra Əli ibn Əbi Talib evində oturdu. Əbu Bəkrə xəbər çatdırdılar ki, Əlinin sənə beyət etməyə ikrahı vardı. İstəmir sənə beyət etsin. Əbu Bəkr tez onu çağırtdırdı. Dedi ki, ey Əli, mənə beyət etməkdən boyun qaçırmısan? Əli əleyhissalam dedi ki, xeyr, and olsun Allaha ki, belə deyil. Gördüm ki, Allahın kitabına əlavələr edilir. Odur ki, Quranı cəm etməyənə qədər namazdan qeyri vaxtlarda əbamı çiynimə salmayacağıma söz verdim. Əbu Bəkr dedi ki, necə də yaxşı bir iş görmüsən. Sonra Məhəmməd İbn Sirin deyir ki, mən Əkrəmədən soruşdum ki, başqaları Quranın nazil olduğu ardıcılıqla yığdılar. O dedi ki, əgər cin və ins bir yerə toplaşıb Quranı Həzrət Əlinin yığdığı kimi yığmaq istəsəydilər, bacarmazdılar. Həzrət Əli elə bir mükəmməl şəkildə Quran yığmışdı. Bax, Əlinin məzlumiyyəti yenə də gündəmə gəlir. Hərçənd ki, çox bu məsələlərə getmək istəmirəm, amma bu ümmət üçün nə lazım idisə edirdi. Amma deyirdi ki, ümmət özü bunu hak etməlidir. Həzrət Əlinin müshəfinin üstünlükləri. Tez-tez bunu da oxuyun, vaxtımıza 5 dəqiqə qaldı. Həzrət Əlinin müshəfinin həm ondan əvvəl mövcud olan, həm də ondan sonra ortaya çıxan müshəflər ilə müqayisədə bir sıra üstünlük və özəllikləri var. Birinci budur ki, surələr nazil olduğu ardıcıllıqla yığılmışdı. Siyuti Əl-İtqan kitabında deyir ki, birinci surə İqra surəsi idi də, Peyğəmbərə nazil olan. Sonra Müddəssir idi, sonra Nun, Müzəmmil, Təbbət Yəda, Təkvir və s. Deyir, Həzrət Əli də belə yığmışdı. Şeyx Müfid Məsailün Sərviyyədə əsərində deyir ki, Əli ibn Əbi Talibin Quranı nazil olduğu ardıcıllıq yığmışdı. Məkki surələr, mədəni surələrdən, mənsux ayələrdən, nasix ayələrdən qabaq yazılmışdı. İndi nasix mənsuxu da keçəcək, Həzrət Əli ona da diqqət eləmişdi. Yəni, nüzul acını nə varsa ona diqqət eləmişdi. İkinci budur ki, Əli əleyhissalamın müshəfinin qiraəti eyni ilə Peyğəmbərin qiraəti kimidir. Qiraət barəsində də mövzumuz olacaq. Üçüncü buydu ki, müshəfdə şən-i nüzul, ayələrin nazil olduğu məkan, şən-i nüzul budur ki, nazil olma səbəbi, ayələrin nazil olduğu yer haraydı, hansı döyüşdə, hansı məkanda, harda, ayələrin nazil olma səbəbində olan hadisələr də qeydə alınmışdı ki, yəni nə hadisə baş verdi və s. Hər şey orada qeyd olunmuşdu. Həzrət çoxlu ora sözlər demişdi. Bir hədis var, onu oxuyacaq. Həzrət Əli buyurur ki, Allaha and olsun ki, Quran nazil olanda hamısında mən orada olmuşam. Bütün nüzullar və Peyğəmbər onların hamısını dəqiqliklə mənə öyrədib. Ona görə də hər bir şeyi yaza bilərəm. Dördüncü buydu ki, bu müshəfdə ayələrin ümumi tərəfləri açıqlanmışdı ki, bir ayə təkcə xüsusi bir zamana, məkana və ya şəxsə aid edilməsin. Yəni, ayələrin bir şən-i nüzulu, yadınızda bir dərs keçdiyi, dedi ki, bir dənə xüsusi səbəb var, bir dənə də ümumi, xəbərin ümumiliyi var. Dedi, əgər Quran xüsusiliyə aid olsa, onda ancaq o zamana aid olan bir şey olardı. Amma xəbər ümumiliyə aiddir. Yəni, burada məqsəd nədir, o deyilməlidir. Məsələn, Ca'əl-həq və zəhəqəl-batil. Məsələn, bu ayə filan yerdə nazil olub, haqq gəldi, batil getdi. Bu filan bir hadisəyə uyğun olaraq nazil olmuşdur. Amma Əli əleyhissalam yazır ki, bu ümumi bir qaydadır. Ümumiyyətlə, haqq budur, batil budur, haqq gələndə batil aradan gedər. Yəni, bu bu günə də aiddir, sabaha da aiddir, 1000 il sonraya da aiddir. Eləcə də şəriət hadisələrini və s. bütün olan hamısını xüsusilikdən ümumiliyə çıxartmaq üçün qaydalar da gündəmə gətirirdi ki, o Quran kəş əlimizdə olaydı da.
bu ayəni oxuyanda hər bir insan yaxşı, rahat şəkildə biləcəkdir ki, bu ayə indiyə aiddir. Yəni həm filan hadisədə nazil olub, amma bunun həm də mənası hansı məsələlərə şamildir. Bax, Həzrət Əlinin Müsəffinin belə bir üstünlükləri vardır. Əlbəttə, burada 4 dənədən danışırlar. Ora 400 dənə yazmaq olar ki, hansı üstünlükləri vardır. Başqa bir mövzu Əli Əleyhissalam Müsəffinin taleyidir. Yəni, sonra nə oldu? Dediyimiz kimi, Şiə hədislərində nəql olunur ki, Əli ibn Əbi Talib cəm etdiyi Müsəffi məscidə gətirdi, oradakı cəmaata təqdim etdi, üzünü onlara tutub buyurdu ki, Peyğəmbər buyurub ki, mən sizin aranızda bir əmanət qovub gedirəm ki, ondan yapışsanız heç vaxt azmazsınız. Allahın kitabı və mənim əhl-i beytim. Sonra Əleyhisselam dedi ki, bu kitabdır, Allahın kitabıdır ki, mən necə lazımdırsa onu yazmışam. İkinci də ki, mənəm, həmin o əhl-i beyt. Sonra Əli əleyhissalam cəmaata dedi ki, bu Allahın kitabıdır və mən də Peyğəmbərin əhl-i beytiyəm. Bu vaxt bir nəfər ayağa qalxıb dedi ki, mən sənin əlindəki Qurandan, dedi ki, sənin əlindəki Qurandan bizim də əlimizdə var. Bizim sənin kitabına və əhl-i beyti də ehtiyacımız yoxdur. Həzrət Əli höccəti tamamladı, cəm etdiyi müsəffi götürdü və geri döndü. Sonra Təlhə soruşdu ki, bu müsəffi kimə verəcəksən? Əli əleyhissalam da dedi ki, Peyğəmbər buyurduğu şəxsə, övladım Həsənə verəcəm və ondan sonra da davam edəcək. Təlhənin bir dənə də söhbəti var. Bunun barəsində də sonra biz danışacağıq. Bir dənə də hədis var. O hədisi də mən oxuyum sizin üçün. Bundan da bugünlük dərsimizi bitirək. Həzrət Əleyhisselamın müsəffində nə var idi? Bir alim də, sizin kitabınızda yoxdur, mən başqa bir kitabdan oxudum bunu, dedim elə sizlərə də çatdırım, olduğu kimi oxuyuram. Həzrət Əleyhisselamın kitabında tənzil və təhvil əks edilirdi. Tənzil budur ki, elə nuzul səbəbi, yəni filan ayə, filan yerdə, filan şeyə nazil oldu. Bir də təhvili var ki, əslində mənası nədir? Əslində bu nəyə dəlalət edir? Bunun altında hansı mətləblər yatır? Bax, təvil də budur ki, təvil məsələlərini də eşitmisiniz də. Yəni, müsəffin haşiyəsində ayə və surələrin nüzuluna səbəb olan hadisələr və münasibətlər haqqında məlumat verirdi. Bu haşiyələr Quranın mənalarını başa düşmək, bir çox anlaşılmazlıqların aradan qalxması üçün ən yaxşı yol idi. Haşiyələrdə nazil olma səbəblərindən başqa təvillər də verilmişdi. Bu təvillər ayələrdən anlaşılan ümumi və əhatəli mənaları açıqlayırdı və ayələrin anlaşılmasında çox böyük kömək göstərirdi. Həzrət Əli özü buyururdu ki, sizə elə bir kitab gəlmişdir ki, həm tənzili, həm də təvili əhatə edir. Həmçinin buyururdu, Peyğəmbərə elə bir ayə nazil olmadı ki, mənə oxumasın. Mən onu öz xəttimlə yazmayım və hər ayənin təfsirini, təvilini, nasixini, mənsuxunu, möhkəmini, mütəşabihini mənə öyrətməsin. Belə bir şey olmadı. Yəni, hamısını mənə öyrətdi. O mənim üçün dua etdi ki, Allah onu başa düşməyə, yadda saxlamağa mənə lütf etsin. O gündən bu günə də heç bir ayəni unutmamışam, mənə öyrətdiyindən, yazdığımdan məhrum olmamışam. Demək, əgər Peyğəmbərdən sonra ayələrin dəqiq izahını, təfsir və anlamını əks etdirən bu müsəffdən istifadə olunsaydı, bugün Quranın anlaşılması ilə bağlı bir çox problemlər qalxmış olardı. Bu bir məsələ. Başqa bir dənə də məsələ var, onu da sizə oxuyum. Əli əleyhissalam ki, elə ki bunu gətirdi, təqdim elədi. Onlar dedilər ki, o əlindəkindən bizdə də var və bizə əhl-i beyti də ehtiyac yoxdur, sənin yazdığın kitaba da bizim ehtiyacımız yoxdur. Ondan sonra Əli əleyhissalam dedi ki, artıq heç bir zaman onu görməyəcəksiniz. Sonra öz evinə daxil oldu və bundan sonra kimsə onu, həmin o müsəffi görmədi. Osman dövründə səhabələrin və tərəfdarların müsəffləri ilə bağlı arada ciddi ixtilaf baş verdi. Təlhə ibn Ubeydullah Əmir-əl-Mömininə dedi ki, yadındamı bir gün müsəffini insanlara verdin, qəbul etmədilər. Yəni bir 20 il əvvəl idi də o. Osmanın dövründə müsəffçi yığıldı, 20-yə yaxın ildə, 10 neçə il, 17-18 il. Sonra deyir ki, belə ki oldu, ya bəlkə də 13 ildir də. İndi mən dəqiq fikrimi ora vermək istəmirəm, hesablayım. Yadındadır sən Peyğəmbər dünyasını dəyişəndə 6 ay sonra kitab yazıb gətirmişdin, Quran. O yadındadır, bir gün müsəffini insanlara verdin, qəbul etmədilər. Bu gün onu gətirsən nə olar? Ey Əli, gətir də onu. Gətir,
Onsuz da bunlar kitabı təzədən yığmaq istəyirlər. Bəlkə ixtilaf aradan qalxa. Həzrət Əli əleyhissalam cavab verməkdən yayındı. Heç Təlhənin sözünü diqqət eləmədi. Təlhə öz sualını təkrar etdi. Həzrət Əli buyurdu ki, bilərəkdən cavabdan yayındım. Bu gün insanların əlindəki Quran bütöv Qurandır, yoxsa Qurandan başqa bir mətn də daxil edilib? Təlhə ki, artıq çox belə təkid eləyir ki, bu münasibət bildiyi. Əli əleyhissalam da deyir ki, bu Quran var ha, ki, indi yığılıb Osmanlı dövründə. Bu Qurana əlavə şeylər, mətnlər əlavə olunub, yoxsa elə Peyğəmbərə nazil olan Qurandır. Baxmayaraq ki, surələr nuzul ardıcılığı ilə deyil, ayələr nuzul ardıcılığı ilə deyil. Amma əlavə şey yoxdur ki, azalma və çoxalma yoxdur ki. Belə deyəndə Təlhə dedi ki, əlbəttə ki, bütöv Qurandır. Həzrət buyurdu ki, indi ki, belədir, ona əsas götürün, ona əməl etsəniz, nicat tapacaqsınız. Təlhə dedi ki, əgər belədirsə, demək hazırki Quran bizə kifayətdir. Diqqət eləyin, bizə kifayətdir. Belə deyəndə Əli əleyhissalam başqa bir söz demədi. Yəni, Əli əleyhissalam day nə deyəydi, demişdi də vaxtında. Buradan görsənir ki, Əli əleyhissalam tam da razı deyil idi bu kitaba. Gözü Təlhə deyir ki, sən öz kitabını gətir. O da niyə gətirmir? İstəmir indən sonra ixtilaf çıxsın. İstəmir indən sonra yeni bir Quran gündəmə gəlsin. İstəmir də bu məsələlər olsun. Əli əleyhissalam minimuma razıdır. Deyir, buna əlavələr edilib. Nələrsə çıxarılmayıb ki, deyir ki, yox. Deyir, onda elə kifayətdir. Ümmət bunu istəyirsə qoy olsun. Sonra deyir ki, sən de razısan onda bu kitabda. Da orada Əli əleyhissalam heç nə demir. Məlumdur ki, razı olsaydı, özününkünü gətirməzdi də vaxtında. Məlumdur ki, istəyərdi ki, özünün tərtib elədiyi Quran olsun. Amma da o olmadı. Belə oldusa, bura qədər belə gəlibsə, indən sonra da Həzrət Əlinin Quranı gətirməsi ilə başqa problemlər yaşanacaq deyə Həzrət Əli əleyhissalam bunu istəmirdi və sonra biz keçəcəyik ki, əslində niyə vahid bir Quran məsələsi də gündəmə gəldi. Sonra deyəcəyik ki, Həzrət Əlinin o dönəminə qədər, məsələn, Əbu Bəkirin dönəmində, xüsusən Osmanın o qərarı verənə qədər, bilirsiniz, çoxlu problemli məsələlər gündəmdədir. Yəni, Əli əleyhissalam bunları da görürdü. Görürdü ki, indi Həzrət Əli yeni bir kitab gətirsə, Həzrət Əlini sevməyən nə qədər adam var? Ona görə də Həzrət Əlinin kitabını hamı oxumayacaq təbii ki. Bəziləri oxuyacaq, bəziləri oxumayacaq. Hətta Həzrət Əli hakimiyyətdə olan dövrdə də bəziləri oxumayacaq, bəziləri oxuyacaq. Sonra Həzrət Əli dünyasını dəyişəndən sonra da yenə də bu proses davam edəcək. Onda yenə 2 dənə Quran gündəmdə qalacaq. Amma vahid Quranın olması daha yaxşıdır. Çünki bu belə deyəcək, o elə deyəcək, 1000 dənə problem olacaq. Ona görə də Əli əleyhissalam bu problemi yaratmaq istəmədi. Bildi ki, onsuz da Həzrət Əlini qəbul etməyən müsəlmanlar Həzrət Əlinin Quranını oxumayacaqlar. Təbii ki, oxumayacaq. Ona görə də Əli əleyhissalam bu işi görmədi. Bugünlük dərsimiz əzizlər bu qədər. Da suallara elə bilirəm ki, şəraitimiz yoxdur. Çünki vaxtımız çox getdi. Təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. İnşallah gələn dərs görüşəcəyik. Sağ olun.